Möhtərəm qardaşlar, möhtərəm möminlər, dəfələrlə qeyd edirik, yalnız qıldığımız namaza, tutduğumuz oruca arxayın olmayaq. Qul haqqı daha mühümdür, önəmlidir. Onlar Allah haqqıdır. Təbii ki, namaz qılmaq fərzdir. Namaz dinin dirəyidir. Oruç tutmaq fərzdir. Bunlar Allahın haqqıdır. Bunları edəcəyik, etməliyik, borcumuzdur. Amma Allah dilərsə, öz haqqını bəlkə dilərsə bağışlayar. Allah mərhəmətlidir, rəhimlidir. Bu Allahın haqqıdır bu ibadətlər. Amma qul haqqının bağışlanması məsələsi yalnız Allah-u Teala kimin haqqını girmisənsə o qula verib, o həvalə edib. Onunla halallaşmadan gedərsənsə o tərəfə hədisdə buyurulduğu kimi insanoğlu o zaman müflis olar, iflasa uğrayar. Bunun üçün əxlaq, qardaşlar, önəmlidir. Əxlaq önəmlidir. Təkrar edirəm. İbadət də önəmlidir. İbadətsiz olmaz. Namaz fərzdir. Dəfələrlə qeyd edirik. Amma yalnız ibadətlə iş bitmir. Yalnız namaz qılmaqla iş bitmir. Özümüzü aldatmayaq. Mən namaz qılıramsa bitdi hər şey. Vəssalam. Cənnətliyəm deyə bir şey yox. İnne-s-salate tenhə anil fəhşəi vəl-munkər. Buyurmurmu Allah-u Teala namaz çirkin və pis işlərdən çəkindirər. Namaz qılmaq insanı çirkin və pis işlərdən çəkindirər. Namaz bu mənada pis işləri görməkdən çəkindirmək üçün bir vasitədir. Əsas məqsəd əxlaqlı olmaqdır. Təbii ki, nə xoşbəxtdir o müsəlman ki, o mömin ki, həm ibadətini edir, həm namazını qılır, orucunu tutur, imkanı varsa zəkatını verir, eyni zamanda qul haqqına riayət edir, eyni zamanda əxlaqlıdır. Belə müsəlmana halal olsun. Nə xoşbəxtdir belə bir müsəlman. Hər ikisinə əməl edir.